Dul gəlin. Fikirləşdim ki, Sevəri gecə vaxtı evdə tək qoyub getməyim. Ona nə olub? Onu kimsə uğurlayıb? Ata, cavab ver, nə olub? Qumru hardadır? Qabil, ümid eləyirəm yenə başımıza bəla gətirəcək işə baş qoşmamısan. Hə bacı, hər şey yaxşıdır. Nəsə olub? Götür, burada yazılan dərmanları al gətir, nə olar. Yaxşı bacı. Nəfəsim kəsilir. Adam oğurluğuna görə uzun müddətli həbs cəzası verilir. Heç olmasa Qumrunun ünvanını verseydin, özüm gedib ondan danışardım. Ünvanını bilsəydim, mən də onu görməyə gedərdim bacı. O tapıldı. Yox, heç yerdə yoxdur. Mənim evimdə o xəyanətkarın adını dilinə gətirməyini istəmirəm. Başınız sağ olsun. Həyat yoldaşınız Ulduzun cəsədini tapmışıq. O qətlə yetirilib. Manaf bəy orqan işçilərini aldada bilər, amma sənlə məni yox. Bizim onlardan fərqimiz odur ki, Manaf bəyin qatil olduğunu dəqiq bilirik. Qatil! Balamı öldürdün! Yaxşı da qışqırma! Allah cəzanı versin! Mən elə bilirdim yalan deyirsən. Gülsüm, sənin günahın yox idi. Sadəcə ərindən diqqət görməyən sadəlöv bir qadın idin. Eşidirəm, ustad. Sənlik bir iş var. Buyurun, eşidirəm. Əvvəlcə diqqətini toplamağa çalış. Ustad, mən diqqətimi toplamışam. Hər şey yaxşıdır. Əvrar, bura bax. Hansısa bir ləşərə görə sənin bu vəziyyətə düşməyini istəmirəm. Ustad, ölənin dalınca belə sözlər deməyin, xahiş eləyirəm. Hey, ölüb ya qalıb, fərqi yoxdur. O qadın hörmətə layiq insan deyildi. Xəyanətkar ləşər idi. Ustad, lazım deyil. Hey, nə lazım deyil? Nə lazım deyil? Ustad. Nə ustad? Nə ustad? Nə ustad? Belə baxmağa davam eləsən, səni öldürərəm. İnan mənə. Səhv eləyən insan nə deyir? Dedim, nə deyir? Bağışlayın, ustad. Ağlını başına yığ. Hə, necəsən Cəfər? Yaxşısan? Sağ ol. Nəsə qəribə görünürsən, nə olub? Ey, get. İndi sənlik halım yoxdur. Deyəsən atan yenə səni danlayıb, hə? Nə deyim valla? Özündən müğayət ol. Özünü lap Leonardo DiCaprio hesab eləyir. Axmağın bir axmaq. Doğrudan da axmaqdır. Yaxşı, Cəfər, əsəbləşmə, hər şey yaxşıdır.
Sigaretini çək. Bunun gözyaşı dayanmır ki. Niye bu işe baş koştun ha? Rahat yaşayırdın da. Nefsim kurusun. O bu evden çıkmamalıdır. Çıxsa mən məhv olacağam. En azı 10-15 il həbs olunacağam. Qaçmasam olmayacaq. Aradan çıxmalıyam. Alo, necəsən dostum? Hardasan? Hə. Dediyim işin axırı necə oldu? Yox, heç kəs bilməsə yaxşı olar. Başqa dostlarına da demə. Sakitcə buradan çıxıb getməliyəm. Oldu dostum. Xəcalətindən çıxacağam. Oldu. Ha, Firuzə bacı. Bu işə sən başladın. Elə sən də sona çatdıracaqsan. Hara gedirsən ata? Planını həyata keçirmək istəyirəm. Ata, yaxşı plan qurub hər şeyi ətraflı düşünməliyik. Əgər səhv eləsən, Manaf bəy səni sağ qoymayacaq. Mənə öyrətmə. Sən bunu istəyirdin. Düzdür? Düzdür. Amma ata, bu çox təhlükəlidir. Bir səhv ölümə gətirib çıxarda bilər. Mən hər şeyə fikirləşmişəm. Qəti qərara gəlmişəm. Oldu, yaxşı. Amma biraz səbr elə də. Mayor Əsgərovla məsləhətləşək, hə? Onu bu işə qatmaq lazım deyil. Alınsa, diktafondakı söhbət kifayət eləyəcək oğlum. Düzdür, amma... Düş maşından. Məni yoldan saxlayırsan. Ata, mən də gedəcəm. Elə bilirsən, Manav sənin yanında hər şey açıb danışacaq? Yaxşı, onda küçədə maşında oturub gözləyərəm. Maşından düşməsən, fikrimdən daşınacam, düş. Ay ata. Tək axırı xeyir olsun. Salam Humayun. Xoş gördük. İşlərin yaxşıdır? Yaxşıdır, sağ ol. Təbrik eləyirəm. Vəzifəni yüksəldiblər. Doğrudan? Mənim bundan xəbərim yoxdur. Bəs Əlişir necə oldu? Getdi? Yox, o da mənim yerimə keçdi. Hə, onda sən necə?
Deyəsən atam sizə qarşı yaman səxavətlidir. Uşaqları heç onun gözünə də görünmür. Hə, Mən adi işçiyəm. narahat olma. Mən atanla danışaram, hər şeyi yerinə qaytarar. Ürəyində sevinirsən, hə? Niyə özünü belə göstərirsən, Humayun? Bəsdir, əgər istəsəm, elə indi ərizəmi yazıb gedərəm. Mənə bu cür münasibət göstərmək lazım deyil. Get bunu başqasına de. Doğrudan. Yaxşı, əsəbləşmə. Sən ərzə yazsan da, hər şey mən istədiyim kimi olmayacaq. Nəticədə yenə mən günahkar olacağam. Hə, dayan, gözlə. Yenə nə sözün var? Sənə pis xəbərim var. Qumru yoxa çıxıb. Nə? Hara yoxa çıxıb? Niyə yoxa çıxıb? Bəzi məlumatlara əsasən onu oğurlayıblar. Zibeydə. Zibeydə. Hə, xala. Qardaşım hələ gəlməyib ki. Yox hələ, gəlməyib. Görəsən bütün günü haralarda gəzir, hə? O hər yerdə Sevəri axtarır, xala. Əgər birdən Sevər qayıtmasa, nə olacaq, hə? Kim bilir? Sözü uzatma. Nə? Mən sözü uzatmıram. Axır vaxtlar mənə cavab qaytarırsan. Sənin dilin yaman uzanıb, ha? Hara gedirsən Zibeydə? Mağazaya gedib gələcəm. Mənə bax, sakitcə evdə otur. Nə olub sənə? Axır vaxtlar lap həddini aşırsan. Axı mən sizə neynirəm, xala? Sevərə görə çox narahat olma. Elə sən özün də onun vəziyyətinə düşə bilərsən. Sən çox yaxşı bilirsən ki, mənim əlimdən nələr gəlir. Ona görə də əvvəl fikirləş, sonra addımını at. Hə, bilirəm, bilirəm. Aylıq gəlir və xərcləri müdirə təqdim eləməliyik. Bugün axşama kimi onun masasının üstündə olacaq. Yaxşı. Salam əleyküm. Əleyküm salam. Necəsiz? Salam İşlər əleyküm. necədir? Yaxşı gəldin? Sağ olun, yaxşı gəldim. Sizin də xəbəriniz var? Humayun, nəsə olub? Hə, Qumru haqqında danışıram. Bu doğrudur, hə? Təəssüf ki, doğrudur. Axı bu necə baş verib? Dünən axşam olub. Yaxşı, bəs hələ tapılmayıb? Yox, tapılmayıb. Humayun səfərdən qayıdandan sonra bu heç yaxşı xəbər olmadı. Hə, düzdür. Yaxşı, mən gedim, sənədləri hazırlamalıyam. Yaxşı. Əbrar, hardasan? Əbrar, səni çağırdım. Harda qaldın, Əbrar?
Bayaq üzünə vurduğum şillə ayağına təsir elədi? Niyə belə deyirsiniz, ustad? Niyə tısbağa kimi sürünə-sürünə gəlirsən, it? Bağışlayın, ustad. Get mənə bir dolça su gətir. Tez ol. Yaxşı. Buyurun ustad. Ustad, bu nə deməkdir? Özünə gəldin? Ustad, mən özümdə idim. Bu cür soyuqda belə eləmək lazım deyildi. Sən mənə narazılıq bildirirsən? Hə? Hey, mən sənin rəisinəm. Əgər istəsəm, sənin canını da ala bilərəm. Əgər mən özünü öldür desəm, sən özünü öldürməlisən. Sənə belə bir tapşırıq verəcəm. Hə, dedim bugün hava soyuqdur. İndi özündən küs. Əbrar, bura bax. Əynindəki paltarları soyun. Niyə, ustad? Dediyimi elə, Əbrar. Çox sual verməyin, sənin axırına çıxacaq. Bilirsən, mənim əlim bir çox insanın qanına bulaşıb. Sənin də qanına bulaşa bilər. Hə, başla görüm. Qəribədir, çox qəribə. Dedim bugün hava soyuqdur, Əbrar. İndi get həyətin ortasında dayan. Bu soyuq səni müalicə eləyəcək. Ustad, bəlkə lazım deyil. Nankor, sən hələ şükür elə. Gözüm yox, əslində sən ölməliydin. Səbəbi odur ki, sən də onun kimi eyni günahı eləmişdin. Gülsümün oğlumun anası olmasına baxmayaraq, səni sağ saxlamaq qərarına gəldim. Əgər indi dediyimi eləməsən, fikrimdən daşına bilərəm. Afərin oğlum. İndi mən bəs deməyənə qədər orada dayanacaqsan. Hava necə də soyuqdur. Mən gedim içəri, dincəlim.
Alo, Yunis. Necəsən? Niyə öz telefonun işləmir, hə? Vəziyyət pisdir. Xəbəriniz olsun, çox pisdir. Məncə ikimiz də həbs olunacağıq. Sən nə danışırsan? Ağlın başındadır? Ay bacı, hər şey məhv oldu. Başa düşürsünüz, məhv oldu. Özünü ələ al. Əvvəldən danış görüm nə olub. O doğrudan da hamiləymiş. Siz bilə-bilə bunu mənə demədisə, hə? Bəs sonra? Sonra nə oldu? Nə olacaq, uşağı düşdü. Özü də huşunu itirdi. İndi vəziyyəti necədir? Mən nə bilim, bilmirəm bacı, bilmirəm. Vəziyyəti elə də yaxşı deyil. İndi o hardadır? Bir qohumumun evində. Qohumun gildə? Onu kimsə gördü? Əşi heç kim görməyib. Qohumum xaricə gedib. Hə, deməli, orada da çox qala bilməz. O məsələ heç. Deyəsən Fərhad məndən şübhələnir. Arxamca düşüb. Evimə qədər gedib məni soruşub. Başa düşürsünüz, evimə qədər gedib çıxıb. Sən özünü elə göstər ki, güya heç nə olmayıb. Sevər özünə gələndən sonra onu qorxut, hədə qorxu gəl. Qısası, nə olursa olsun, elə ki şikayətçi olmasın. Məni başa düşdün? Sizə nə var, demək asandır. Yaxşı. Lənət olsun. Oğlum, əgər bu sınaqdan keçsən, yaşayacaqsan. Keçməsən, Gülsümün ardınca yollanacaqsan. Alo, eşidirəm. Səndən görüşmək istəyirəm, Manav. Oldu, yaxşı. Gəl, bugün təmiz havada görüşək. Məsələn, hovuza gedək. Nədir, dəli olmusan? Bu soyuqda? Kim dedi ki, hava soyuqdur? Budur, bəziləri həyətdə çılpaq gəzir. Nə? Hansı başdan xarab belə eləyir? Belə biri var da, odur, qarşımda dayanıb. Ha, yaxşı. Evdəsən? Hə, başqa harda ola bilərəm? Ulduzun xatirəsinə matəm saxlayıb evdə otururam. 1 saata gələcəm. Oldu, yaxşı. Maşından düş. Nə deyirsən? Sənin də xəbərin var. Bəs Qasım bəyin? Atam bütün şəhəri ayağa qaldırıb. Qumru, hardasan axı? Səni özüm tapacağım. Mən də əl qolumu sallayıb oturmamışam. Bütün telegram qruplarını
şəklini yerləşdirmişəm. Hətta yazmışam ki, onu tapana mükafat veriləcək. Hı? Ay axmaq. Biraz ətraflı düşün. Bu boş oturmaqdan yaxşıdır ki. Hey, onu axırıncı dəfə nə vaxt görmüsən? Dünən axşam. Bəs dedilər o sırağa gün yoxa çıxıb. Düzdür. Onda onu necə dünən görə bilərsən, hə? Yuxuma girmişdi. Ağappaq gəlin paltarındaydı. Ey, Cəfər, ehtiyatlı ol, məni özümdən çıxarma. Elə eləmə ki, bu dəqiqə səni öldürüm. Mən onsuz da qumru yoxa çıxan gündən ölmüşəm. Sən indi cansız bədənlə danışırsan. Deməli, indi sifətini əzişdirsəm ağrı hiss eləməyəcəksən? Hə? Onsuz da canlı ölüsən. Heç vecinə də olmayacaq, düz demirəm? Hə? Bəsdir boş-boş danışdın da Humayun. Qumru yoxa çıxıb. Yaxşısı bu da onu tapmağı fikirləş. Səndən biraz da çox danışsam, onda ağlımı itirəcəm. Ay ifritə, yenə mənə əmr verir. Nəyə baş qoşdum, Hə, Yonis, sənə nə olub belə? Küçə qadınlarla doludur. Hamilə olduğunu demişdi. Sənsə inanmadın. Bax, indi nə inəyəcəksən? Ümid eləyirəm ölməyəcək. Fərhad? Telefonu açan kimi zəng elədi. Yox, cavab verməyəcəm. Yoxsa biləcək. Məndən şübhələnsə necə? Bəlkə götürüm? Yox. İndi danışığımdan başa düşəcək. Əvvəlcə özümə gəlim, sonra danışaram. Nəsə olub. Sevərin həyatı təhlükədədir. Mən ona kömək eləməliyəm. Amma bunu necə eləyəcəm? Firuzə xala məni sağ qoymaz. Belə boş da otura bilmərəm. Bu qadın nəsə planlaşdırıb. Dəqiq nəsə fikirləşib. Ona kim kömək eləyir, hə? Burada da əmrini yerinə yetirənlər var. Sən niyə məni izləyirdin? İzləmirdim, sadəcə təsadüfən gördüm. Telefonunu mənə ver. Telefonumu neynirsiz? Mən bir adama zəng eləməliyəm. Məndən zəng getmir. Ver mənə. Vay, xala neynirsiz?
Mən təcili bir yerə getməliyəm. Gələndən sonra telefonunu qaytarıb verəcəm. Xala, telefonsuz çox darıxacam axı. Budur, televizora baxarsan. Telefonunu hər ehtimala qarşı götürdüm. Nahaq yerə belə eləyirsiniz. Sakit ol, bir kəlmə də demə. Yoxsa telefonunu daha heç vaxt qaytarmaram. Düzdür, sudan quru çıxdın. Amma bu o demək deyil ki, hər şey sona çatdı. Həddini aşdın dostum. Bugün hər şey sona çatacaq. Mənsə bir dəfəlik vicdan əzabından canımı qurtaracam. Möhkəm ol şöhrət. Sən bacaracaqsan. Bacaracaqsan. Hər şey yaxşıdır? Lap balaca uşaqlar kimi qapını yavaş döyürsən. Yox, niyə elə deyirsən? Adam qapını döyəndə möhkəm döyər də. Həm də ki, hər ehtimala qarşı damafon da qoydurmuşam. Bugün biraz qəribə görünürsən. Hər şey yaxşıdır? Çox qəribəsən. Nə inirsən? Ürəyin də tez-tez döyünür. Niyə? Ümid eləyirəm hər şey yaxşıdır. Lap ölümünü hiss eləyən qurbana oxşuyursan. Hə? Nə dedin? Nə oldu? Rəngin niyə ağardı? Adam da heç belə qorxar? Biraz özünə gəl, dostum. Məni içəri dəvət eləməyəcəksən? Özün qapının ağzında dayanmısan da. Gəl içəri görüm. Qapını bağlayıb gedib. Əbrar niyə orada çılpaq dayanıb? Gülsümlə gördüyü işə görə cəzasını çəkir. Nə dedin? Doğru eşitdin. Ha, yüngül cəza vermisən. Amma ədalətsizlik eləyirsən. Niyə
Gülsümü öldürüb onu sağ qoydun. Şöhrət, mən heç nəyi unutmuram. Bu da yaxınlarda öləcək. Amma biraz görməli işlər var. Hamısını yekunlaşdırım, onun da canını alacağım. Bunu yaddan çıxartma. Əgər bir dəfə xəyanət elədisə, bunu bir də eləyəcək. Hava çox soyuqdur. O necə dözür buna? Gəl gedək, bunu özündən soruşaq. Əbrar, necəsən, yaxşısan? Niyə salam vermirsən? Yoxsa dilini udmusan, hə? Şöhrət, deyəsən Əbrarın soyuqdan dili damağına yapışıb. Amma doğrudan da hava çox soyuqdur. Şöhrət, mən içəri gedirəm. Sən də gəl. Sən get. Mən darıxanca gəlirəm. Özün bilərsən, Şöhrət. Sən alçağa görə Gülsüm ölüb getdi. Sən necə yaşayırsan, ha? Mən sənin belə əclaf olduğunu bilmirdim. Sənə çox ayıb olsun, Əbrar. Qardaş, Hə? 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 çox razı görünürsən. Nələr çəkdiyimi özüm yaxşı bilirəm, bacıcan. Səndən oturub mütləq danışmalıyıq. Gedək otağıma. Neynirsiniz burada? İş vaxtıdır. Niyə işinizi görmürsünüz? Bu nə danışır bəsdir? Hamısı atamın işidir. Bilmirəm niyə, amma uşaqlarını hamının yanında alçaldır. Atamı başa düşürəm. Amma deyəsən, bu adam ölmək istəyir. Qardaş, əgər onu döysəydin, bax onda çox təəccüblənərdim. Başını bırax, bacı. Bunun kimi adamlar həmişə üstündə kağız qələm gəzdirirlər. Əminəm, görmüşəm. Qorxuram birdən yenə yazıb şikayət eləyər, hə? Xəbərçi? Hə? Gedək bacı, gəl. Gəl. Serial Space televiziyasının sifarişi ilə dubləj olunub. Sən yenə nə planlaşdırmısan? Bunu siz daha yaxşı bilərsiniz. Siz deyən eləyirəm də. Ağlıma gəlməzdi ki, belə asanlıqla həll eləyəcəksən. Elə bilirdin, mən heç nə eləyə bilməyəcəm? Bu işdə sənin əlin var? Başa düşmədim, nə haqda danışırsan? Nə olub bəsdir? Qumru haqqında. Əgər bir hiylə fikirləşmisənsə, səni də aradan götürməyə məcbur olacağım, əziz dostum.
Xala, niyə mənə inanmırsınız? Onsuz da burada heç kimi tanımıram. Bura bax, ağılsız qız. Sən nə danışırsan? Dostum, bıçağı aşağı sal. İki əlini də qaldır. Dedim bıçağı aşağı sal. Bura ver. Bayaq şir kimi içəri girən şöhrət indi qorxa-qorxa oradan çıxdı. Oğru hər kimdirsə, bizdən uzaqda deyil. Nəyə əsasən belə deyirsiniz? Nə lazım olub, nə lazım olmadığını mənə öyrətmə.